Evin hardadır? Bakıda cənab mayor. Kardeşin bacın var mı? Bəli cənab mayor. Eğer sen şehit olsan onlar ağlamayacak. Bilirsen niye? Diyecekler ki vatan sağ olsan. Anan Allah'tan sağdılar. Bəli cənab mayor. Ela müqəddəs nəşini onlar karşılayar. Sen Cənub bölgesinde yaşayıram cənab mayor. kahramanlıkla vuruşacaksan. Sen Rusarda da olmuşam, orada da yaşayıram cənab mayor. şahtiye öyrəşmişsən, döyüşəcəksən. Sen Qarabağda da olmuşam, məcburi köçkünəm cənab mayor. torpaqlarında niye yaşamırsan əskər? Erməni işğalındadır cənab Son mayor. damla qanına kadar döyüşüp torpağını azad edeceksen. Sen Göyçə mahalındanam cənab mayor. Göyçə mahalı işğaldadır. Sevgilin var mı əskər? Var cənab mayor. Artık yoktur. Senin sevgilin torpaqlarındır. Vətəni sevin əskər, vətəni. Bunları niye soruştum? Necə ki bu yerler birlikdə vətəndir. Sizler de burada bir olacaksınız. Torpaqları azad edeceksiniz. Azerbaycan var olsun diye döyüşeceksiniz. Vətən sağ olsun diye döyüşeceksiniz. Dikkatle bakın ona. Qeyrət, namus meselesidir bu. O torpaqları görürsünüz, orası sizin torpaqlardır. Ya azad edeceksiniz, ya da şehit olacaksınız. Vətən sağ olsun. Millet sağ olsun. Devlet sağ olsun. Yaşasın Azerbaycan. Senin kanınla karışan bu torpaqlar müqəddəsdir. Azad edəcəyik. Başka yolumuz yoktur.